Salam dostlar, vaxtınız xeyirli olsun, gününüz uğurlu olsun. Bu günləri sizlərlə bərabər kompüter oyunlarını necə telefonda oynaya biləcəyinizi göstərəcəm və necə endiriləcəyinizi, hansı saytlardan endirə biləcəyinizi, telefonun RAM-ını, Snapdragon-unu, yaddaşını daha belə belə deyim, qaldıra biləcək bir oyunları sizlər üçün paylaşacağam. Eləsə gəlin keçid alaq videomuza. Əvvəlcə Google-a giririk. Google-a girdikdə bura steamrip.com.rar bunu yazırıq. Gördüyünüz kimi ilk sayta daxil oluruq. İlk sayta daxil olduqdan sonra burada axtarış bölməsi var. Axtarış bölməsinə bir dəfə vurub geri çıxırıq. Reklama çıxırıq. Təbii ki, reklamı dala veririk. Axtarış yerinə istədiyiniz oyunu yaza bilərsiniz. Məsəl üçün, mən GTA Vice City, San Andreas məsəl üçün quraşdırmaq istəyirəm. GTA San Andreas. Axtarış yerinə basırıq. Gördüyünüz kimi GTA San Andreas çıxdı qabağımıza. Buna bir dəfə vururuq. Ən aşağı gəlirik. Gördüyünüz kimi dostlar, burada 3 dənə belə deyim də link verib bizə. MegaDB, BuzzHeaver və bir Fisher verib. Mən sizə belə deyim də daha tövsiyə edəcək və virüssüz bir endirmə linkini BuzzHeaver'dan yönə istifadə edərəm. Mən BuzzHeaver'dan yükləyəcəm. Bunun üstünə bir dəfə vurub geri çıxırıq. İkinci dəfə vurub linkə gedirik. Burada gördüyünüz kimi direkt download var. Alternatif download yox. Bu. Direkt download. Onun üstünə bir dəfə vurub endiririk. Daha sonra buradan o proqramı indirəcəyik. Banner Hub indir. Banner Hub. İlk gördüyünüzü görürsünüz 412 banner. Bunun üstünə bir dəfə vururuq. Banner Hub. Bizə nə lazımdır? Gördüyünüz kimi Banner Hub linkləri buradadır. Bunların təbii ki şeyləri də var. Biz normal olanı yükləyəcəyik bunu. Bunun üstünə bir dəfə vurub endiririk. Bir dəfə üstünə məsələn belə vururuq. Gördüyünüz kimi Banner Hub'u mən endirdiyim üçün artıq endirmirəm. Endirə basırıq və endiririk. Banner Hub endi. Banner Hub endikdən sonra fikir verin. Baxın, artıq burada gördüyünüz kimi Banner Hub. Baxın, Banner Hub buradadır. Bu proqramdır. Oyunu endirdik. Məsəl üçün həmin göstərdiyim yerdən, yəni bir daha başa salım. Məsəl üçün bu San Andreas'dan bunu endirdik. Endirdikdən sonra sizə Zartiver lazım olacaq. Zartiverin üstünə bir dəfə giririk. Download sekməsinə giririk. Burada endirilənlər var təbii ki, oyunları endirdiyimiz yer. Məsəl üçün burada mən nə endirmişdim? Assassin's Creed məsəl üçün Rogue. Mən bunu endirmişdim gördüyünüz üzrə 9.43 GB-dır. Bunun üstünə bir dəfə vurub buraya çıxart var. Buna bir dəfə basırıq. Ona bir dəfə basdıqdan sonra RAR-ın içindən faylı çıxardırıq. Gördüyünüz kimi RAR çıxdı. Baxın, fayl çıxdı. EXE burada. Hər şey burada. Bunu çıxartdıqdan sonra burada işimiz bitdi. Ortana basıb çıxırıq. Proqramı yüklədikdən sonra o proqramı açmırıq. Bitdi deyib geri veririk. Banner Hub'un üstünə gəlirik. Banner Hub'a giririk. Banner Hub'a girdikdən sonra ən sağa gəlirik. Import Games. Onun üstünə bir dəfə vurub PC Games'in üstünə bir dəfə vururuq. Ən aşağı gəldiyimizdə download sekməsi var gördüyünüz kimi. Onun üstünə bir dəfə vururuq. Mən Assassin's Creed'i göstərmişdim sizə. Təbii ki, San Andreas'da da eynisi olacaq. Assassin's Creed'in üstünə bir dəfə vururuq və acc.exe gördüyünüz üzrə download'ı var. Exe'nin üstünə bir dəfə vururuq, confirm'a basırıq. Mən cancel eləmişəm. Nəyə görə? Çünki
Məndə olduğum üçün mən daha bir daha eləməyəcəm. Onun üstünə bir dəfə vurduqdan sonra beləliklə bir sekmə gələcək. Assassin's Creed. Mən hətta Digital 5-in sizə onun yükləmə qaydasını da göstərəcəm. 3 nöqtəyə basırıq. PC Game Setting var. Onun üstünə bir dəfə vururuq. Burada heç nəyə dəyməyəcək. Burası stabil qalacaq. Necə var, elə qalacaq stabil. Completity. İkinciyə gəlirik. Əgər sizin telefonunuz Snapdragon-u qaldırırsa, Proton onu məsləhət görürəm. Əgərləri qaldırmırsa, bunun üstünə bir dəfə vururuq. Burada ən axırıncı versiya 9.0.0 bu. Gördüyünüz üzrə bax bu. Buna basırıq, bunu quraşdırırıq. Translator params. Bunun üstünə bir dəfə vururuq. Bu olduğu kimi qalır. Baxın. Bu bağlı olur. Bu açıq, bu açıq. Bu da açıq olur. Gördüyünüz kimi. Bu da açıq, bu da açıqdır. Buradan çıxırıq. Əgərləri sizin Snapdragon'unuz 7 və yaxud 8-dirsə, Qualcomm 762.10-u sizə tövsiyə verirəm. Yox, əgər sizin telefon Snapdragon deyilsə, bu turniplərdən birini bir-bir endirib, hamısını baxın, endirib yoxlaya bilərsiniz. R1-i də yoxlaya bilərsiniz, R6-nı yoxlaya bilərsiniz. Əgər sizin telefon Snapdragon deyilsə. Surface qalır. DVX versiyonu 1.10.3 ən zəif qrafikli Snapdragon, ən zəif Snapdragon'a ehtiyacı olanlar üçün 1.10.3-ü tövsiyə görürəm sizə. VKDX versiyasını 2.12. Translator-ə istəsəz mən 823 qoymuşam abilər. Siz istəsəz 910-da qoya bilərsiniz, 0.29-da qoya bilərsiniz. Sizə hansı məsləhətsə, hansını daha belə telefonunuzun gücü qaldırırsa, onları da qoya bilərsiniz. Mən 823 qoymuşam. Buralarla işimiz yoxdur və geriyə çıxırıq. Geriyə çıxdıqdan sonra da oyunumuzu açırıq. Snapdragon-u bilməyənlər üçün hardan baxmaq lazımdır, onu da deyəcəm. Ayarlara giririk. Ən axırıncı yerə telefon haqqında görürsünüz. Üstünə bir dəfə vururuq və baxın. Prosesor Qualcomm Snapdragon 7 Gen 3. 12 GB da RAM. Buradan girib baxa bilərsiniz. Təbii ki, telefon haqqında girib telefon haqqında baxa bilərsiniz. Bu GTA San Andreas'in tək yox, telefonunuza uyğun ola biləcək bir belə deyim, video haqqında paylaşdım. Yəni tək San Andreas yox, telefonunuzun RAM-ını, yaddaşını qaldıra biləcək oyunları özünüz seçəcəksiniz o saytdan və məsəl üçün yenə dediyim kimi tutaq ki, daha Snapdragon-u zəif olanlar üçün, yəni Snapdragon-u heç olmayanlar üçün, Mediatek olanlar üçün San Andreas-i, PS 2011-i, 12-ni, 13-ü daha məsləhətli görərəm. Mən onun linkini də, həmin o saytın linkini də aşağıya yerləşdirəcəm. İstəyən olsa onu quraşdırıb üstünə basıb eləyə bilər. Nəyi də başa düşməsəz, çətinliyiniz olsa şərh bölməsindən yaza bilərsiniz və yaxud da istəyən olsa TikTokda mənə şəxsdən yaza bilər. Mənim TikTokum açıqdır. Abilər belə. Gününüz uğurlu olsun. Allah'a emanet olun, özünüzdən müğayət olun. Nəyi başa düşməsəz, mən linkini buraxacam. Ora həmin saytın linkini də buraxacam. Nəyi də başa düşməsəz, çətinliyiniz olsa şərh bölməsinə yaza bilərsiniz. Özünüzdən müğayət olun. Allah'a emanet.